Herkese salam. Bugün bayram süfrələrinizi bəzəyəcək çox ləzzətli, asan, dadlı, doyumlu salat resepti bölüşürəm. Salatı hazırlamaq üçün diametri 22 sm olan belə bir çəmbərdən istifadə edirəm. Əvvəlcə alt hissəsinə biraz mayonez çəkirəm. Daha sonra isə əvvəlcədən qaynadıb ditdiyim toyuq filesindən əlavə edirəm. Qaynayarkən suyuna duz atmışdım. Ona görə də əlavə duz istifadə etmirəm. Bu arada toyuğu rahat didmək üçün isti-isti mikserlə çalırsınız və çox rahat bir şəkildə didilir, əziyyət çəkməyə ehtiyac qalmır. Və qaynanmış, soyulmuş kartofları rəndələyirəm. Onu da toyuq filesinin üzərinə əlavə edirəm. Hər tərəfinə bərabər yayıram. Üzərinə duz və istioz səpirəm. Və üzərində mayonez çəkib silikon qaşıqla səliqə ilə yayıram. Bu arada videomu izləyirsinizsə və hələ də kanalıma abunə deyilsinizsə abunə olmağı, videomu bəyənməyi və yaxınlarınızla bölüşməyi unutmayın. Videomu bəyənin, sonuna kimi izləyin ki, başqa insanların da qarşısına çıxa bilsin və kanalımız böyüsün. Üzərinə isə Holland pendirindən keçirib əlavə edirəm. Mayonez çəkirəm eyni qayda ilə. Əvvəlcədən qaynatdığım yumurtaları da rəndələyib bura əlavə edirəm. Hər tərəfinə bərabər şəkildə yayıb üzərindən duz və istioz səpirəm və ən sonda mayonez də əlavə edirəm. Kökləri də eyni şəkildə rəndələmişəm. Onu da bura əlavə edirəm. Yenə mayonezdən istifadə edirəm. Və son qat olaraq da çuğundurdan istifadə edirəm. Çuğunduru da əvvəlcədən qaynatmışam, rəndələmişəm və suyunu mütləq sıxmalısınız ki, salatımız su verməsin. Və üzərindən duz və istioz əlavə edib mayonezini çəkirəm. Silikon qaşıqla səliqəyə salıb salatımızı hazır edirik. Və hazırlanan salatı bir neçə saat soyuducuda saxlamağınız məsləhətdir. Çıxardıqdan sonra özünü tutmuş və rəngi tamamilə dəyişmiş olur. Üzərini zövqə görə bəzəyə bilərsiniz. Mən bu dəfə keşniş və nar dənələrindən istifadə etdim. Məncə çox gözəl görünür. Yeni il süfrələrinizdə mütləq bu salat olsun. Siz də hazırlayın. Nəticələri mənimlə bölüşməyi unutmayın. Aysel Mətbəxdə TikTok kanalından və Aysel Ləziz Tortları Instagram hesabından da məni izləməyi unutmayın. Yeni videolarımda görüşmək diləyilə.